İna ucu düme bel bence Şam'a ağa şatı geçi Gözü acı hop bana fan Yayıl yatın su iş gaz kutun İna ucu düme bel berince perçeşince Göz ağacı götür geçi Şam ağacı şatır geçi Akban ukba yarım yolda su iş kutun kaç Bahar gelen demende Bitəyəm göy çəməndə Bahar gələn də məndə Bitəyəm göy çəməndə Mən baharın qızıyam, qızıyam Köynəyi qırmızıyam, qırmızıyam Uçmağa yox qanatım, qızıllıya diyadım Çölü düzü bəzəyəm, əldən ələ gəzəyəm, ay gəzəyəm, gəzəyəm Başımda ağ şalım var, yanağımda xalım var Başımda ağ şalım var, yanağımda xalım var Yeyəni mənəm, acıyam, acıyam Çəklərin tacıyam, tacıyam Göydə açıbdı Allah ulduzların süfrəsi Evdə açıbdı anam çillə-cəcə süfrəsi İdə qoyublar ilə, pəşməç halva ilə Ay çillə, 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 qar yağır güllə, güllə İndi gəlin əzizlər, siz oxuyun bizimlə Çillə qarpızı, dəmlə yarpızı Sındıraq buzu, yiyək qarpızı Dəli könlüm, dinlə gör, nə xoş nəvadır musiqi Qəlb açan, ruh artıran bir dilquşadır musiqi Şahrux bəy cinabları bir gözəl qarmon musiqisi ifa edəcək Səni yüreğimi təksiz daşın Söylə hardasan Gözləyirəm yenə gözü yaşlı haralardasın Söylə nədir mənim günahım İki dünya bir olsa da sen pənahım Səkizdə gəlir yazıyorum ey baharı Ayrılığına düzməz inan bu sevən canım Geçmişdə bizim xalqımız cansız olaraq qışla, çillərlə, günəşlə, ayla danışırdı, olan razılaşırdı, ona bəzən acıqlanırdı və çillələri də bir-birləri ilə danışdırıblar. Çillə iki dənədir, böyük çillə, kiçik çillə. Böyük çillə 40 gündür ki, qışın əvvəlindən başlanır, Bəhmən ayının 10-dan, kiçik çillədə 20 gündür, Bəhmən ayının 10-dan ta bayram ayınacan. Böyük çillə yaşayıb gedəndən sonra yolda kiçik çilləyə rast gəlir. Salamlaşırlar, görüşürlər. Kiçik çillə böyük çillədən soruşur ki, sən getdin, nə iş gördün? Deyir, mən xararın ununu yarıya, tayaları yarıya, qarıları üşütdüm, uşaqları üşütdüm, suları dondardım. Deyir, onlar nə mənadır ki? Mən gedim, gör neyniyəcəm, deyir, neyniyəcəm? Mən deyir, xaralın ununu tükəndirəcəm, tayanın otunu qutaracam, uşaqları bələkdə, qarıları təndirdə dondaracağam. Belə nəfəsləri sinədə həbs eləyəcəm. Böyük çillə gülümsəyərək deyir ki, sənin ömrün azdır, dalın yazdır. Bir də bu arada bizim bir Xıdır Nəbi bayrağımız var ki, o da çillələrin arasında qeyd olur. Bir də çillənin son günü bir dənə çillə qovdu var bizim xalqımızın içində. Od yandırıb, otun üstündən atılıb və çilləni beləliklə yurtlarından qovarlar. Çal aşıq, sazını çal, səsə gəlsin Eşidən el oba, həvəsə gəlsin Nəfəsdən düşənlər nəfəsə gəlsin Ey alərdir, nə gözəldir Eller delalı çillə gecəsi
Cam süfrelerdir bezenenler henal çille cezası. Cam süfreler bezenenler, bezenenler, bezenenler. Eller henal süfre cezası, henal çille cezası. Ey ağlar ne göz aldı delalı çille gecesi. Ses salır her yana görsen ki böğünler şabi yaldadı. Gezeler tamam süfreler henalı çille gecesi. Evleriyle dolar kalmak aldan, her güzel hoş hıyaldan ömrümülleme. Gelinleriyle geynatalardan payalar çille cezası. Gelinler geynatalardan, eller payalar çille cezası, payalar çille cezası. Çillə gecəsində ağbirsək anaların ürək açan sözləri, ağsaqqal anaların göz açan nəsihəti, şifahi ədəbiyyatımızın baldan şirin, bulaqdan duru və təmiz, güldən gözəl mahnıları, şeirləri, bayatıları, nağılları, qoşmaları, tapbacaları ağsaqqallar və ağbirsəklər tərəfindən ifa olunlar. Xannənələr nağıl deyər, uşaqlara bir dənə də indi icra oldu, iynə ucu düymə. Bura bir quş qondu, bu tutdu, bu vurdu, bu yedi. Bütün sayalarımız, yəni şifahi ədəbiyyatımız o gecə göz önündə olar və icra olar. Bir də corafla gül-gül də oynarlar bu gecə. Atalar o birisiləri Azərbaycan nağıllarından tərifləyər. Tapbaca da deyərlər. İndi isə bu çillə gecəsində neçə dənə tapbaca gül huzurlarınıza təqdim olacaq. Xanım Əbdullahpur və ayrı iştirakçıların ifası ilə. O nədir? Azan çəkər, namaz qılmaz. Arvad alar, kəbin kəsməz. Açması? Buyurun. Maşallah. Sizə bir nar hədiyyə verəm. Bax Allahın işinə, iplik taxıb dişinə, papaq qoyub başına, quyruğu suda, başı quruda. Tapın baxın, bu nədir? Bildim, lampadır. Doğrudur cavabı, alqışlar. Suyunun içinde suyu var, suyun içinde ilan var, ilanın içinde selam var. Mən bildim, lampadır. İstədim gözlərin vəsfinə bir mahnı qoşam. Gördüm amma gözəlim, gözlərin eşq mahnısıdır. Şahrux bəy cənabları bizə gözəl bir qarmon ifa edir. Ey uca uca dağ başında, uca uca dağ başında, yaz bir yana, kış bir yana, yaz bir yana, kış bir yana, kış bir yana, kış bir yana. Titrer ağzın içinde, titrer ağzın içinde, bir yana, kış bir yana, bir yana, kış bir yana, kış bir yana, kış bir yana. Hey, bir yana, kış bir yana, bir yana, kış bir yana. Çillə gecəsinin ən önəmli dəblərindən birisi də çillə payıdır. Yəni çillə gecəsində adaqlı qızlara, təzə gəlinlərə atasının və bəyin evindən çillə payı apararlar. Çillə payının sözünü verəcək xanım Məhəmmədzadəyə. Xanım Məhəmmədzadə həm ustad danışqahdır, həm Azərbaycan libasının tərrahıdır, həm müəllifdir, həm müdərrisdir. Mədrəsələrdə, danışqahlarda bu konuda tədris eləyir. Böyün də bura qolumuna Azərbaycan libası gətirib, əli qolu var olsun. İndi isə alqışlarınızla sözü verəcəyəm. Xanım Məhəmmədzadə tərrah libas və çillə payı haqqında siz üçün danışacaqlar. Azərbaycanda gün 4 fəsli vardı. Yay, qış, payız və yay. Ona görə tənəvvü libas çox-çoxdur.
Əlavə bər o bu rəsmlər ki, Azərbaycanda vardır. Hər o belə məruf bayramlarımızda ya rəsmlərimizdə məxsus libaslar vardır. Və bir seri işlər vardır ki, در مورد libas icra olur. Az cümlə bu çillə payı. Çillə payı üçün kışa gedir. Oğlan tərəfindən qız evinə kış paltarı gedər. Toxunma paltar, palto, kəhmə, tamam o şeylər ki, kışa mərbutdular. Bir də ki, əlavə bər bu gəlin və bəy kollən rəsm edib bu çillə axşamında qardaşlar, bacılara pay göndərərlər və dədələr də qızlara. Bu da bunu göstərir ki, Azərbaycanda qız nə qədər möhtərəmdir, bacı və nə qədər qabil ehtiramdır. Çillə gecəsinin tənəqqülatın yeriyemişin içində ən başda dayanan çillə qarpızıdır. Çillə qarpızı bildiğiniz kimi qarpız ya qırmızı olar ya sarı. Yaşıllığı bizim üçün şadlıq, şirinlik, təbiətin yenidən doğuluşun simvoludur. Qırmızısı bizim üçün mübarəkdir. Ona görə biz şən günlərdə, bayramlarda qırmızı giyərik. Sarısı da günəşin doğulması deməkdir. Bunu sonda səqqəl ata kəsər və bütün əyləşənlər bundan istifadə edər. Çillə gecəsinin özəl dəblərindən birisi də çillə falıdır. Yəni bu gün çillə gecəsinin axşamına yaxınlaraq qaş qaralanda bir subay qız, bir subay oğlanla gedərlər bulaq başına. Dinmədən, danışmadan, yəni səssiz, simisiz gedərlər bulaqdan bir dolsa su doldurub gətirərlər çillə gecəsində. Onlar iki oturublar kürsünün ətrafında və bizim analar orada bir qab hazırlayıb, ya bir küpə, hərədən bir nişan alıb. Birindən üzük, birindən mıncıq, birindən qolbaq, birindən marqa salıblar o qaba, tökərlər o qaba. Bizim anaların birisi o nişanları bir-bir çaldar, əyləşənlər o nişanlara bir bayatı oxuyar. Nişan sahibi da o bayatı ilə tutduğu niyyəti yozar. İndi isə o çillə falını burada, bu çillə gecəsində bu iştirakçılarla ifa eləyəcəyik. Mən bu elin qızıyam, anamdır Azərbaycan. Mən onun sinəsindən südəmib zaman zaman. Böyüb boyatmışam, saçları qanıdır. Uca dağı büqarım, torpağı dərmanıdır. Mən bu elin qızıyam, anamdır Azərbaycan. Mən onun sinəsindən südəmib zaman zaman. Böyüb boyatmışam, saçları qanıdır. Uca dağı büqarım. Bayatın yaxşı gəlsin. Yaxşı tut, yaxşı gəlsin. Tutubsan çillə falın, sür başa yaxşı gəlsin. Görək indi kiminki çıxacaq əvvəldə. Ya Allah. Nişan çıxdı. Məsələn, bu görək bir dənə gözəl söz deyəcək buna kiminki. Yol üstündə toz olar, tozun rəngi boz olar. Əyil dəsmalın götür, mən götürsəm söz olar. Ağzın var olsun, nə də gözəl söz. Bu bazar uzun bazar, barmaqlarım xət yazar. Xudam yazan yazını bəndə nə ilə pozar? Ay, nə gözəl söz. Əslində biz buyuq. Əslimizi unutmayaq. Çilləmiz mübarək olsun.